sənə deyirəm ki, qumrunu mən istəyirəm, qumru da mən istəyirəm. Mən deyirəm qumru mən istəyirəm, o da mən də onu istəyirəm. Sən nə deyirsən? Nə deyirsən, nə deyirsən? Sən nə deyirsən? Sənə dedim mənim istədiyim qız. Çünki onu birinci mən görmüşəm. Eləsə gecələrimdən soruşaq görək hansımızı istəyir? Gəl gedək. Uşaq qızıyıq. İstəyir. Onda biz də gedək, qumrunun özündən soruşaq. Biz niyə dalaşırıq? Gedək qumrudan soruşaq da deyil. Bir dəqiqə, sən uşaq kimisiniz? Uşağa baş qoşursunuz. Nə danışsan, ağıl ağıldan üstündür. Uşağın bildiği bir şey var ki getdi soruşmağa. Biz indi ondan ağıllı olacaq. Gəl gedək. Deyirəm Ceyran xalayla Arzunu ne ter yola saldık ey. Bizce de ne kaldı Talih'i evlendirmeyim. Elə rahatam, elə bilirəm ki 40 yaşında evde kalmış kızımı ele vermişim. Sen rahatsan. Ama ben yok. Ben rahat değilim. Niye başına dön? Sabah bugün 40 yaşım olur ey. Bir er tapıp beni evlendirebilmedin. Biz yaşayaksan. Sen niye dert çekirsen? Sen Navastroykasan. Navastroykada her şey var. Ama bir tane gaz yoktu. Ama şükürler olsun ki senin cerin de var, cehizin de var. Bir tane indi gaz tapacağız. Sen o gazından evlendireceğim. Ay mama. He. Deyirəm indi Talihlə Arzu boşananda. He. Talih ona aliment verəcək. Bu elbette verecek. Deyirəm bəlkə elə mən də məhəbbətlə boşanım. Ayda elə 200-300 manat aliment alım da baxmadan onun özünə bir köməkdir. Ekili koy. Teymur. Belə özü arka insansa git soruş da, git soruş qumrudan ki kimi seçirsən? Xansuvarı ya səni? Yox, axan sor, mən deyə bilmərəm, mən utanırım. Elə hazır sən get soruş da, hansımızı seçir. Səni yoxsa mən get soruş da. Yox, mən indiyə qədər özümə heç vaxt sındırmamışam. Gəl, babasından soruşaq. Babası deyək, gəlsin qumrudan soruşsun. Onsuz da yemək pişirməkdən başqa hər şeyi bacarır. Ne olmuş? Tamam. Bayaq onu deyirdim baxın, yadımdan çıxdı. Şəkillər göstərmişsən. Bu İbo'nun toyundandır, İbrahim Tatlıses'in. Mənə bax qıraqda, mən həmişə bilirsən. Toyunda bir dənə qırığım düşdü. Mən bir mizara qeyrəm ki, sözümü deyirəm də. Bu sağdaki kişi var ha, Aksat. Bunu sürüdüm də. Niyə? Gördünüz, akız edeyim, baxın. İsmail'i görməyə baxın, hamısı necə oynayır. İsmail həmişə tək oynayır. Oynamayın. Gördüm, baxın, akız edim, gəl mənə mahnımı kəsəsən. Sənin? İsmail'in mahnısını kəsmək olar. Çıxartdım bunun bayrağı. Bunun ağzının üstündən bir dənə şillə vurdum. Şillə ya. Sürüldüm də. Deməli, İbo mənim bıraxdım deyə, mən istəmərəm onun toyunda qanqara çıxıb düşsün. Səni sürüyərəm. Bu şəkildədir ki, mənəm, Allah Poqaçovadır, Qalkindir. Bundan mən evləndirmişəm də. O vaxt Qalkin gəldir ki, biz İsmail müəllim, Allah ilə evlənmək istəyirəm. Utanıram, deyə bilmirəm. Bir baxmadı, ağı bircək, anam yaşında arvatdır, necə deyim? Daha mən həll edəyərəm. Gəldim, Allah edirəm ki, Allah, biz Qalkin sənə deyə bilmir, başa düşdün. Sənə evlənmək istəyir. Öz uşağımızdır, öz qardaşımızdır. Allah mənə deyir ki, İsmail mənim, sənin sözün kəlmədir. Evlənsən, evlənəm. İndi də yaxşı ilə xoşbəxt olacaq. İsmail belə ömrü bu olmaz, kömək edən adam olub. İsmail nə olub? Ay mama hadise bir detal idi. Detal söze bak, ha rüyam burada ha. Oğlum detal. Detalınız xeyir. Yetersen başına. Belə evləşdə gedəndən çox sakitçilik deyib, yox. Amma mən bir çaysız qadınam. Ay oğul. Evet. Beycəkən o Şəl babanı yuxuda görmüşəm. Və? İnanırsan, onu mən yuxuda görən kimi həmən günü mütləq ziyanlıq çəkirəm. Ona görə də saat çay süzüb gətirərəm,
Ələyini töküb yandıraram, başına dönür. Deyirəm bu şixəldən yuxuda da xeyir görmədim. Hədə görmürəm dayına. Məsi, sən detan insan, dur mənə bir çay. Ay Talih, görürsən ki çay içirəm. Deyirlər ki, adam çay içəndə ayağa durmaz çay üstündən. Sonra 40 gün qapısına elçisi gəlməz. Bir de oturan 40 gün biz çaysız mı kalır? Yok, pərdən açmayacaq, eləməyək. Sevdə, sən bunu oturmuşsan kakras. Kardeşler bir xoruz quyruğu çay gətir. Uy ay Talih. Mən sağ indi xoruzun quyruğunu hardan alım? Xoruzun quyruğu lazım deyil, adi bir çay gətir, armudu stəkanda çay gətir. Nətər armudu stəkan deyil? Armudu stəkan içinə qoyum sonra gətirim. Mən inanıram ki, sənə deseydim ki, Sevda, zəhmət olmasa, oradan mənə bir pürrəngi çay gətir. Onda da soruşacaqdın ki, pürrəngi hansı rəngdir? Doğrudan ay qardaş. Sən bilərsən, pürrəngi hansı rəngdir? Ne bildim mən, ne verəmlədir? Lazım deyil, Sevda, özümə çay süzdüm. Bu ay qardaş, sənin bacıların ölüyüb ha, sən durub özünə çay süzəsən. Elə dedim ki, bacılarım ölüb, ona görə durdum özümə çay süzdüm. Bu boyda kardeşiniz çay istəyir. İkinizdən biriniz ona bir çay süzüb gətirmirsiniz. Mən ondan böyüyəm. O evin kişiyidir. O süzüb gətirməlidir. Bax! Ne olsun ay kız sen evin böyüsən. Zato mən səndən qabaq ərə getmişəm. Vot! Git soruşsun, git soruşsun. Soruşasan da altaylısınız. Yok. Gül kimi yaptığım yerde. Kumru. Hə? İşte. Kumru. Bəli. Sen bu Teymur'la Xansuvardan bilginen ki nasıl alıp vereceğin var? Yok. Onu işte. Buyur Etibar, buyur. Talayım benim muştuluğum veri. Maşını Bugatti'yle değiştim. Sen kastesin, sen de satmır. Benim 130 bin için mahalsıza 3 milyonluk Bugatti. Bugatti ile değişti. Ha, talayım ben. Senin götün ol be. Etibar benim, ya da fikir vermişim. Sen pastır benimle çalışsan Bugatti şıkalı. Ölmedik bugün. Yok sen öldün. Ben bugün de gördüm Bugatti. Maşın açarını verecektim, biraz sürme o Bugatti'ni. Talayım benim. Elə ki bu Bugatti biraz el gezdirmek lazımdır. Bunu arkadan maşın deyibdi de. Bu arka hissəsini svarka ilə kəsib, tullamaq lazımdır. Yerine başka tuza koymak lazımdır. Bir de elə bir şey Talih müəllim, bunun 4 qapısı əzilibdir. Bunun 4 qapısını tullamaq lazımdır çünkü püskünlərdir. Yerinə 4 tane təzə qapı qoymaq. Deyirəm, ben bugün sana pirdurup dememişim, yetişir. Aha ne itibar, aha. Git soruştu. Ama neden soruştum? Sen değilsen öyle. Ha, yemeği necə istəyirsən adamın üzünə cumurtalı? Bak elə də get soruş. Bir yemek değil. Kumru, senden bir tane söz soruşum. Soruş Abbas. Kumru, senden bir tane söz soruşum. Ama da utanma ya. Yani ne var onda dene. Niye utanıram ay Abbas, soruş görün. Müşterilerden kimden sipariş verir? Hə, bax oradakiler dolma sipariş edir. Orada oturan kız da pürəylə kotlet. Buyur. Hə, Ya dəqiq də, dəqiq. dəqiqdir, hə. Bir de elə bir ki Talih müəllim, bunun motoru elə bir ki stuk veribdi. Ha. Bunun motoru darmadağında motorunu dəyişmək lazımdır. Elə bil ki, yoxsa dəqiq dağılır. Yox, dağılıb da Talih müəllim, dağılıb, bir şey dağılıb. Bugatti motoru yok. Ha, yok. Yaxşı, hoş beğendi. Çok sidenyası var. Var, problemi yoxdur, sidenyası var. Elə bir ki mən tərəf var, prosto yanıma 3 tane sidenya lazımdır. Adamzada oturanda vedrənin üstündə oturur onu.
Bir dənə problem yox tabi. Ha, çox saat alım müəllim. Elə bir ki, bircədən də maşın girib kamazın altına, elə bir üstü yoxdur da. Bir dur, mən veririm o Bugatti'nin trankletini. Get mən cipimi alacaqım. Get. Əlim ayağım deməmiş getdim. Bax Ali, onda 100 manat ver mənə. 100 manat niyə sağ verirəm ki? Maşını evakuator da gətirmişəm, aparıb qaytarım da. Ha, trankleti evakuator da gətirsin. Al 200 dollar, xırdalayıb qatırarsın. Get mənim. Xırdası mütləq var. Ha, get mənim cipimi gətir. Sən qəsdə 80 satmır. Yaxşı işğal öldün bu günü görmə. Teymur, darağın var. Yemək söhbəti dəqiqdir, qumru, çünki bu elə belə söhbət deyil. Hə, Abbas da dəqiqdir. Nə dedi? Qumru deyir ki, Teymur pis oğlandır. Yaxşı oğlandır, oturuşun, duruşun bilir. Yaxşı. Bir gün darağın yox idi Teymur. Yaxşıdır, öyle başa düş. Ha, məndən nə dedi, məndən nə dedi? Səndən nə dedi? Səndən belə bir yönlü bir söz demədi. Elə bir söz dedi ki, mən də düzdüm, qoşdum. Elə bir ki, babat. Belə bir söz. Seçimə qalır, seçimə. Prosto bilir kimi seçsin. Deyir, seçim ancaq belə eləyə bilərəm ki, mən. Xansuvarla Teymur yemək pişsinlər. Kim yaxşı yemək pişsə, onda seçirəm. Yox. Pişirək də buradan. Sən pişsən, püreylə katlet. Razı. Səndən yarpaq olmaz sən pişir. Pişirərəm, əmə könlən aşpaz yedirsin. Boş-boş danışmaq öyle. Baxarız görək kim baba. Görərik, görərik kim baba. Mən görməcə pişirirəm. Püreyəm var. Dolma gəlir qardaş. Püre dediniz də siz. Ay oğul, maman sağ qurban, gəl sən mənim sözümə qulaq as. Gəl tez bir vaxtda evlən. Ay anasını, mən evladamam, mənim uşağım var, adım var, sanım var, qıraqdan baxan nə deyər? Mən bu yaşdan sonra 1.70 boyunda 55 kilogram çəkisində sarı saçlı, qara gözlü, gülər üzlü modeli hardan tapmayayım? Gülər üzlü model. Ay bir dayan görmək. Önləri toyda. Rəmziyə. Gördün ey Rəmziyə belə qəşəng, buruq saçlı belə. O nətərdir qodum oğlum? Onu alım. Rəmziyə pis qız deyil. Hə, yox. Fəxrimizdir. Hə. Amma mən Güləşsinlə evlənmək istəmirəm. Yaxşı. Vaz adı qırıb da verəm. Bəs onda o tükəzban nətəridir, sarı tükəzban. Yaxşı, ay mama. O oturuşun, duruşun, bilmir görmədin, məclisin ortasında toyda durdu, 2 litr soku bir nəfəsə içdin, orada vəhşisə. Hə də o da artıq tamam. Ay mama. Hayca. Toyda o Lalənin yanında bir qız oturmuşdu, arxası mən tərəfə uzun saçdı. Ah, o kimdi yaman, bütün toy ona baxmışım. Ay, sən intiqamı deyirsən? İntiqam idi o. Cavad bu onun intiqamıydı. O Almaniyada oxuyan oğlandır. O stilistdir lan. Hə, dayına. Ben de deyirəm, ben niye ona baxacaq? Narsa, neyse, xəbərləri də görün, nə verin, narsa. Durun, tutmayın, Abbas, Abbas. Hazırdır yeməklər, hazırdır. Göstər gör, hansını bəyənir, birimizi çeşdir. Dolma budur, dolma budur. Dolmanı mən pişirmişəm. Yeter ya dolma budur, dolmadır da. Mən nə bileyim, dolma, sən o da... Nədir o elə? Bu da kartlardan püreydi. Qulyaş daxı bu. Ne oldu be, dolmağı tanımırdın. Dolmağı ben tanımırdın. Qulyaş o dəqiqə tanıyır. Aşpazlıqla sonra düşdü. Ben aparım görünü. Burada şu dolmanı birinci ver. Vurun. Hə, Abbas. Ye. Yiyirsən onu? Yox, Abbas, mən diyetadayam. Apar. Ne olur ki, burası yedi ha? Abbas, deyirəm diyetadayam da istəmirəm. Sağ ol. Dadına baxsın. Bir də damaqda bir dənə ona. Çox sağ ol, Abbas, istəmirəm. Yemir. Yemir, özü bilsin. Heç mənə o kimi dünəndən varsın. Ver, kimə istəyirsən ver. Əsərim korlar. Heç aparım müştərə ver, indi bu israf olunmasın. Özün bilərsən, pulunu da heç götürmə. Ver.
Amma soruş gör, müşteriden soruş gör hansı yaxşı. Kotlet püre istemişsiniz. Buyurun. Dönerce payı bir şeydi. Bu yaşlı nerede oluyor? Siz 2 pors dolma istemişsiniz. 1 pors oldu eşeğe bunu. Sen bir de görme derim de sen ne sınırsız esiz. Ben de bir tane de kumuruyla danışım görüm ne değil. Görüm ne değil. Ağrını şişertir ya onu. Battık kırıldı. Deyilən bu. Cirisensiz. Bu sakit okean yoxdur. O əvvəllər belə döyürdü axı. Göz sakit idi. Coşurdu, caşırdı. Bir sən nə qədər gəmilər batır bu. Ha, binalar, gəmilər. O mən sakitləşdirmişəm də, mən ismim. Mən beləyəm də. Sakit okeandan danışıram. Sakit okean. Bildin? Ha? Sakit okean. Arzu gedəndən nə mənim yeməyim yeməkdir, nə keyim mənim keyimə. Hay məsəl. Alın mən bu köynəyimi ütülüyün qadın. Has köynəyi bunu deyirsən? Bunu ütülüyün. Adamı neyini sən ütüləmə ay tarih. Ütülənməmiş giyin ginə, qışın günüdür. Giy köpmünün altına çıx ged ginə də. Ay kız mən müdür adamam. Kudan yıkır ki adıma demezler mi? Nətər müdürsən sən qırış köynək geyinirsən. Temboli de müdür səni, temboli müdür sən. Səni kimin cürət çatıb nəsə deyə bilər ay tarih. Giysən qardaşı giysən al. Ay ana mən acından ölürəm. Mən nə yiyeyim? Sonra mənə yemək verin. Ay o başına dönüm neyini sen qadan alım yatar qarına yemek yiyip. Nə yatır qarnı? Ay gün ortadır. Ay uşaq vaxtı elə həmişə sen gün ortalar qalxıb yatırdın. İndi qalx bir buğum yat, sonra düşərsən. Biz də gedək qıza baxaq görək. Qız xoşumuza gəlir ya yox. Bura bax, qazın üstündə qazan da var. Gözdə qazan yanmasın. Hərdən bir bax. Az ne oldu? Az ettirəm onu. Sən niyə duxulanırsan Sevda? Ay kız, mühəbbətim sən gelir. Ay can mühəbbətim. Gəldin Sevda, necəsən? Aa, gözümə bir cür dəysən. Pomada rəngin dəyişmişsən? Ha. Başım batsın ay mühəbbətim. Bəyək sən mənə zəng eləyəndə dedin ki, başım ağrıyır. Ona görə mən də əl-ehtazı taxdım gəldim ki, sənin xəstəliyin mənə köçməsin. Başım ağrımırdı, indi ağrıdır. Baxım görüm ha. Dayan çıxardım. Heç var yox. Telefonum zəng çıxarır. Mamamdır da. Bayaqdan 40 dəfə zəng eləyib, cavab verməmişəm. Niyə cavab verirsən? Zəng eləyirsə cavab ver, də mamana? Uyay mühəbbətim, nə danışırsan? Adam da heç öz anasına cavab qaytarar. İstəyirsən. Sən heç vaxt mamana cavab qaytarır. Zəngi açıq məndən, zəngi açıq məndən. De görüm nəyə gəlmişsən? Ay mühəbbətim, gəlmişəm deyəm ki, mamam deyil, Talihə təzə arvad almaq istəyirlər. Deyirəm birdən sən də məni atıb təzə arvad alarsan, ey? Eləyərsən, Hə, yox əzizim, mən sən ataram mı? Mən işin deyənə qədər zibil atmamışam. Sevda. Arzu, nəyə gəldin? Sağ ol. Nəyə gəldin qardaş? Bəs mən sənə dedim ki, dükkanın qabağında dur, malları göstər də. Məhəbbət mən, bir dənə yağış yağır, bu arada demək olmur. Yağış yağır, lap yağış da. Əllərini aç Allaha dua elə ki, bu yağışı xeyrisin. Amin, amin. Eşidirəm, nəyə gəlmişsən? Məhəbbət mən, Bəli. o bayaq bir dənə xanım var idi,
Dediniz ki, dediniz hərrən fırlamı yeni qayıdacaqsan bura ha. Gəlib burada ol qapı. Nə be? Ha. Başa düşmədim. Xanımın yeri. Bu nə xanım? Nə arvad? Bu nə danışır? Ya elə deyil, bayaq bir xanım gəldi, bizim müştərimizdir. O mal almağa gəlmişdi. O elə bir mən dedim ki, get buradan ucuz, buradan keyfiyyətli tapsan, get yəni neysə nə. O başqa söhbət deyil, yəni narahat olma. Bəs sən deyirdin ki... Nə deyirdim ki mən? Mənim heç bir qadınla əlaqəm yoxdur. Mən elə söz deyim. İndi də deyirsən ki, indi də bu gəlib deyir ki, qadın gəlib mal gətir. Demək sən sözünə belə çıxır ki, mən malam. Mal, yox, mən demirəm, qadın idi, müştəri idi, gəlmişdi mal almağa. Yəni mal yeri idi. Dayan. Ayrı söhbət, nə deyəm? Dayan, indi mən buradan çıxım. Gelib hamısını bir talihə dəyəcəm deyir ki, sən malsan. Taliyə demişsən, getsən lap 5 dəfə bilənə işğalı baba nədənə. Yer get buradan. Getdi. Sən də yer get buradan. Hadi, bacanaq. Üzr istəyirəm, qardaş. Mən hər yerdə demişəm ki, Talih mənə çox yaxşılıqlar eləyibdi. Heç vaxt yadımdan çıxmaz. Gəldim sənin yanına, dedim 500 manat pul ver. Apardın məni banca. O 500 manat hamısını bir qəpli, 3 qəpli ilə elədin, verdin, yola saldın. Ama elədin. Sağ ol, heç vaxt yadımdan çıxmaz. Düzdür, bankdan o pulu 4 reysə çıxartdım o qəpliləri. Amma yenə də sağ ol. O daha da odur da. Lazımsa bir 5 manat gelip başladık. Yo, sağ ol, ayıb olar. Yemeği tatlı pişir. Senin elin tatlıdır kısmı. Heç vaxt yadımdan çıxmaz Talih. Dişim ağrıyırdı, gəldim dedim ki Talih, məni həkimə apar. Apardın həkimə, pulunu da verdin, dişimi də çəkdirdin. Sağ ol, razıyam. Düzdür, həkimə imkan vermədin dişimə iynə vursun. Amma yenə də... Ortadadır da sen sığırtın da ondan. YouTube'da en çok prosmotor olan videoydu. Sen çıkın iğnesini çıkartılmak. Lazımsa yine nervleriniz adını tezdir. Yox, gözə bilmərəm, gözə bilmərəm. Bura bax. Səlqəli yok adına. Yox, arxain olun lan, mənim əl işimə söz ola bilməz. Bir də, bacanaq, bilirsən ki, bu yaxınlarda mənim ad günümdür. Təbrik edirəm, geç oğlan olasan. İstəyirəm səndən hədiyyə kimi qəbul edeyim. Mənim ad günümü sənin restoranında, sənin hesabına keçirilməyi. Bütün qohum əqlədən verirəm. Mənim hesabıma, mənim restoranda sənin ad gününü qeyd eləyək. Yubileydi. Yox, mən özün bilirsən ki, mən elə şeylərdə yaxşıyım, yaxşıtıla. Yaxşıdır, anladım. Amma qismət bir detal var. Buyur. Mənim xoşuma gəlməz axı, mən sənin ad gününü restoranda qeyd eləyəndə Ceyran orada yesən, içsin, Ceyran mənim qabamda oynasın. Onsa o qadını göründə mən əsəbləşirəm. Olmaz, alınmaz. Narahat olma Talih, nəzərə almışam hamısını. Səni dəvət eləmirəm ad günümə. Laf yaxşı. Xoşuma gəldi. Çotki dedin, detallı dedi. Yemək pişirdin? Narahat olma. Qavı yudun? Saçqan tüləmsən? 10 dəqiqədə sənə bir söz demək istirdim qismət. Elə kakraz indi detallı yerinə düşdü. Şəlaş filan yığ. Bas bayram mənim evimdən. Xoş gəlin. Xətrinə dəydim, onda detallı. Bas bayram. Nədə? Mən ad günümü keçirməyə yer tapmayacağım. До встречи! Nəşdətdir! Abbas, bir dənə sənə olar qurban olaram. Sən işim düşüb. Bu qardaşım oğlunun 2 yaşı tamam olur. Mən də söz vermişəm ki, Rembo'ya nupaqacı paltayı giyindirib gətirəcəm, əyləndirsin uşağı. Bu da zəng edib mənə. Deyirsi, biz üstüdə sağlıq, soyuq olur. Anam bu dəqiqə mənə bankı qoyur, gələnməyəcəm. Neyinin padvat edib mən, bir dənə mənə kömək edirəm. Kimə göndərim ora, kimə deyil. Nə qədər verə bilirsən? 40 manat. 40 manat. Sən onun başın bağlı elə 50 manat. Mən 2 nəfər göndərim ora. 50 manat? Bu dəqiq yığaram, Əli İkram Bayramova gətirər. Ondan sonra onun mənə verəcəyi var. Doğru, sana sən gələ. 50 manat həll olunur da. Söz. Arxayın ama sənə. Ananın en
sevincli günlərindən biri oğlunun toy günüdür. Bəsti xala Talihlə Arzunu ayırandan sonra o həmin hissi bir daha yaşadı. Bəx, mən yolda üzündən, qulağından sana söhbət elədim. Denən hə, mənim gözümün ağı, qarası, madar bir oğlum var. Anıyam da ana, istəyirəm belə onu təcili surətdə evləndirim. Elə mi Mesih? Hə. Deyirəm Arzu, bax, qardaşım olduğuna görə tərəfləmirəm ha sənin üçün qardaşımı. Yox. İnanmırsan, git kimdən istəyirsən soruş. Qardaşımın nə içməyi var, nə də aybaşı çəkməyi var. Gözəl, göyçək, ayrı savadlı bir oğlandı qardaşım. Ya qumruca mən bezdirib. Özün qoy dağ başına. Mən gedib onun dəzən ki, dağ keçsin. Özün nə qoymsa dağ başına. Bizim başa saldırır nə deyib də bu? Nə istəyir? Bax, qızın ürəyindən nə köçür desin, biz də bilək də işimizi. Bilək də qardaş. Deyir ki, bu mənim bacım uşağının 2 yaşı tamam olur. Ay Allah. Hansı var da Teymur geçsin, uşağı şənləndirsinlər. Deyir, mənim böyük bacım da oradadır. O hansı xoşuna gəlsə, onu da seçəcəm. Nə deyirsən, gedək. Ünvanla deyir, buradadır. Mənim yaşıma yaraşmır, bu dəqiqə gedim, lupaqadı giyinim, düşüm şalına qıvır. Sən getmirsən ki. Getmirsən, qardaş, mənim canım da var, gedib orada bax, belə oynayaram, özüm bil, mən getdim 2000 dalınca. Teymur! Mən başa düşmədim, sən məndən belə güvək, məndən də kitsən. Amma səndən də kitsən. Hadi ya, deyirəm. Hansı üniversiteti bitirib ki? Üniversite. 3 dənə şirkəti var qardaşımın. Təxminən kimə oxşuyur? Kim oxşuyur? Boy, hə, bu deyil. Taşmış Xəli babasına oxşuyur, gördün şəkili. Bax, elə yaraşıqlı bir oğlandı. İnanırsan, onun babası elə belə kişi olmuyor, Kətdə Şıxəli adla deyilən bir kişi olubdu. O boyda kətdə çənəsindən bax belə nəzik saqqal saxlayan bir dənə kişi olub, o da Şıxəli. Hamı o çənədə düz saqqal saxlamağı Şıxəlidən örgənib. Piliduruk, sen hardasan? Senden sonra danışın, ya gələrsən. Oy. Dikkat bakalım. Tamam, Melih. Güzel. Görüşürüz. Tamam, güzel. Utanma. Abbas sağ ol, hamı eləcə eləyib, əyləndiriblər uşaqlar. Kurslardan gəldi. Nə vaxt lazım oldu, problem yoxdur. Mən sənin üçün təşkil edirəm. Deməli, rəqqasən, mikmas, klon. Var hamısı. Kimi çox şey elə bilərsən? Qızı cəmidə var, bir göz belə bir. Sağ ol, istərsən. Sən oldu, bu nə oldu? Zadişəm oldu. Sami də gəlir. Teymurla Xansvar əyinlərini heç vaxt Tom və Jerry paltarı geyinməzlər. Onları çaşdıran sevgi yaşa baxma sözləri idi. Gülməlilər. Nətər oldu? Nətər oldu? O eli gülüb qarşımız, oynamış, nəyi var işte? Uşaqları güldürə bildiniz əsən. Ayıbı var. Uşaqlar bizim üçün öldülər, yıxıldılar da gülür. Gülmürdülər, təhlükələr. Qumruğun xalası gördü. Bacısı gördü. Qumrunun bacısı tanımadık ha. Amma orada bir arvatma yaman göz qoyurdu. Belə gülüb özündən gedirdi. Qıra baxanda. Kimə sən gülürdü o? O mənə gülürdü o arvat. Mən qarnımı qaşıyanda o yer uzanıb, ondan baxıb gülmürdü o bana. Nə görürüzüm? Göstər, sən bana gülərsən. Sən bana gülərsən, sən bana gülərsən. Bir dəqiqə. Bax indi, o arvat mənə gülür. Mən belə getiririm ha belə. Ala bu da vurdu. Orada uşaqlar gəlib dalda belə təpiyir. Bizlər uşaqlar xoşu gəldiyi yerə vuraq təbii. Adam vuruldu. Mən götürdüm belə. Tamam onu girək görək qumru nə deyir, hansınızı seçir? Ona görə kimi seçir? Başı gətir, başı bitirmə, də tezələ başı. Adınız nədir? Adım Arzudur. Arzu. Nə maraqladınız var? Birinci dəfə də Arzu adını eşitirəm. Arzu. Qısaca haqqıdır deyə bilərsiniz. Ayka. Siz nədiniz nədir?
Mənim adım Talih müəllimdir. Sonra müəllim də deyə bilərsiniz. İmkanınız da var. Bayaq bacınızdan soruşdum, heç demədi. Hansı universiteti bitirmişsiniz? Bugattim var mənim. Üstəndə şirkətim var. Çox imkanlıyam, çox. Mən də çox eşitmişəm bu maşın haqqında, amma heç görməmişəm. Vəbşə necə maşındır o? Bugatti'nin 3 milyon qiyməti var. İhtimal gətirib görəmədik. 4 təkarı var, rulu var, üstünə vedra qoymuşum, motor yoxdur. Bugatti maşını tamam başqa bir şeydir. Evakuatorun üstündə bayaq getdim biri, eləyəm. Nətərlə, xoşun gəlir, hansına xoşun gəlir? Bu nədir belə? Ayıb olsun sizə. Xoşun gəlmədi? Yox, xoşum gəlmədi. Geçin qabağa. Geçin lan, Krisiya bax. Ya bezdirib. Bəs də qumru, onu bəyənmir, bunu bəyənmir. Pisdir, nə pisdir? Belə də baxanda düzdür. Da buna siz yönlü bir paltar seçənmədir. Bunun quyruğundan zaten var. Buna bax, tutamırsan quyruğundan. Onun başına ayağına qazanır. Öz istəmişdir də. Yaxşı, gelin gedin, paltarınızı dəyişin. Ben görməyim, qumrudan daşım, görüm nə variantı elə. Bunu bellir ya. Ama vursan. Sen kimi sana xəbər edəcəm, sən mənim zəngimi göstərəcəksin. Yaxşı. Tom Jerry yamaq xoşduram, şirindilər. Bəs necə olub ki, siz indiyə günə kimi evlənməlisiniz? Ürəyimə yatan olmayıb. Ne olur sen böyle dilixorsan? Dilixor olmuşam ya, Abbas. Axşam dostumun toyu deyil. Mən də ona söz vermişəm ki, toyda aşı Madonna gətirəcək. Jackson da qılınca oynatacaq. Toyda olur, belə interesli. Madonna da yığıb mənə dilixor edib ki, Jackson oradadsa mən gəlməyəcəm. Bir dənə bir şey fikirləşdir, kimi neyini bir dənə tanınmış adam aşı gətirsin, qılınca oynatsın. Ne kadar var səndə? 50 ma verirəm. Davay da. Doğru, həll edirsən. Bir dənə yığım mən Sami Piriyevə gətirsin. Mən bütün pullarım onda daxil Sami. Sən Əlişnamın da 50'si galiba. O gəlir də yoldur, o gətirəcəm. Söyle var. Samir kaçdı. Söyle mənlik de narahat olun. Nətər oldu, deyə bildiniz? Yox ya, biz deyə bilmirik. Həvzə bəs deyir, həvzə əsəbimiz oynayır yerindən. Biz niyə soruşmalıyıq onunla? Az qalıb burada bir-birimizə girək. Ki, sən konkret deyinə qərarını versin, seçim eləsin. Git, soruşma. Səbir ol. Onunla mən qumrudan soruşum. Görək nə deyir də kansa. Axırıncı seçimini eləsin. Qumru. Bəli. Səndən bir söz soruşacağım. Yəni, 2 dənə variantdır. İkisindən biri seçməlisən. Başa düşdü. Siz bir dənə keçin foyaya. Geç də. Gör. Abbas, nəyin ikisindən... Sövür oldu. Keçin orada. Nə deyik? Nəyin ikisindən birini seçməliyəm? Mən sana dolma pişirmək istəyirəm. Bilmirəm, kələm dolması pişireyim, yoxsa yarpaq dolması. Kələm! Onun dilində bölüşlər asılır. Yeməm vaxtı. Aha, gəldi. Soruş. Abbas, nə oldu? Nə oldu da, nə oldu? Nə məsələdir? De görək, Qumru bu dəfə nə istəyir bizdən? Həbdə? Qumru deyir ki, mən onlara axırıncı dəfə bir şans verirəm. De görək. Nə şans? Ver axşam qardaşımın toyudur. Allah xoşbəxt. Bu Xansuvarla Teymur, ona biri rəqqasə kimi, bir də rəqqas kimi getsinlər. Qardaşım da oradadır. Qardaşım hansınızı seçsə, Qumru da onu seçəcək. Mən
Qadın paltarı giyinib rəqs elə bilmərəm axı Xansuvar. Danene, qadın mən olaram. Problem deyil. Mən gedirəm, bunu mən seçirəm. Amma Teymur, heç olmasa sən kişi ol. Mən kişi də ola bilmirəm axı. Gəlib deyirəm kişi kimi də oynaya bilmirəm axı əlimdən gəlmirəm. Teymur, yəni sözümün canı odur ki, bax sonra qumru gedib ayrı adamı seçəndə, yəni məni seçəndə, demək ki, Xansuvar callıq elədi. Bu qumru nə deyir vəbşi? Bu dəqiqə gedirəm özüm oradan soruşam görüm onu. Söhbətin sayını çıxardasınız, getməyin də. Abi deyin, rəqqası kimi oynuyor da. Gedirik, Xansuvar sən tək oyna. Abi mən həll edirsin də. Sən niyə bizi yorursan, gəl yemək pişirtdirirsən, uşaqların qabağında oynadırsan. İndi göndərirsən ki, gedək toyxanada rəqs eləyək biz. Özdə, belə olmaz, konkret seçimimi elə. Ya məni seç, ya onu seç. Bəs sonunda ya onu seç, ya məni də qoy geçsin də bu söhbət. Nə seçim? Nə yemək pişirmək? Nə rəqs? Nə uşaq? Siz nə danışırsınız? Bas. O yenə işıq pulu yığan olsa onu vurasan. Adama nə qədər demək olar, evdə heç kim yoxdur. Adamda biraz detalın olardan ha. Sən də sifət gördün. Dıdırak что ли? Qoyarsan sən. Nə axşamısan hamısı? Qismət dedi ki, Talihə qulluq eləyən yoxdur, yeməyin özü pişirir, paltarın özü yuyur, özü ütülüyür. Mən də fikirləşdim ki, nə qədər ki, həyat yoldaşınam, gəlim onların hamısını mən eləyim, gedim sənə qulluq eləyim. Ehtiyac yoxdur, yəni burada qulluqluq elə bir şey yoxdur, nə ehtiyac var ki? Darxacam. Talih, gəl çayı burada içək. Bay.